Burada 100'e qədər yox, 70'e qədər yaxşı sürətlənək. Avtomobilin qavağı qalxır və asfaltı eşməyə çalışır. Sürət də ki, mən bilmirəm, neçə saniyə 70'i keçdi artıq. Əlbəttə, aralara düşmək istəməzdim, amma çox maraqlı hisslər yaşadır. Sanki hardasa drag racing desən Amerikada. O ki, qaldı əyləcə, arxada heç kim yoxdur. Bəli, effektiv əyləclər var. 2 elektrik mühərriki, hərəsi 250 kilovatlıq. At gücünə çevirəndə 680 at gücü. Batareyaları doldurmaqla bir dəfə, bayaq artıq dedik, 700 kilometr məsafə qət edə bilir. Deməli, piyada üçün təhlükəsizlik sistemi var. Arxaya verəndə də, qarşıya gedəndə də piyadanı vurmayacaq, xəbərdarlıq edəcək. Qarşıda olan maneə ilə xəbərdarlıq var. Yanlardan xəbərdarlıq var. Əgər ölü zonada motosikletçi varsa, dərhal sizə siqnal gələcək.